Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqların yemində nə qatıb vermək olar həm yayda, yəni yay deyəndə belə payızda dönəndə, həm də sentyabr, elə bil oktyabr aylarında, həm də ki qış aylarında nələr vermək olar ki, həm onların qurdunu zadı töksün, həm də bir çox xəstəliklərdən, qıxdan, viruslardan qorusun. Bu haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, nələr verdik? Bu bilirsiniz ki, sentyabrda 15-dən 20-sindən sonra havalar biraz belə soyuyur və viruslar, köçəri quşlar uçur gedir, viruslar zad olur. Ona görə toyuqlara, cücələrə, beçələrə, fərələrə zada hamısına yaxşı belə deyək də, yem vermək lazımdır. Təbii ki, o öz yerində və o yemin içinə də bibar qatsız verirsiniz. Yəni bu payız aylarında təbii bibar tapmaq olar. Təbii ki, o payızlıq bibarlar zat acısını alırsınız. Onu doğrayırsınız. Misal üçün 1 kilo bibarı xırda-xırda doğrayırsınız. Hətta kimdəsə blender varsa, blenderin içində də belə da belə doğrayıb, əzib, onu hardasa 3 kilo yemə, 1 kilo bibarı 3 kilo yemə qatsız və belə deyək də, indi buğda yarması, qarğada yarması belə yemlərə qatsız və hər ay 2 dəfə, ya həftədə 1 dəfə verirsiniz, ya misal üçün ayda 3 dəfə, 4 dəfə belə verirsiniz də, yəni həftədə 1 dəfə verdiniz, 3-4 gün keçəndən sonra bir də verirsiniz, yəni gündə yox, belə verirsiniz. Bu bütün toyuqların, cücələrin həm qurdunu yaxşı tökür, acı olduğundan, həm də ki, əziz izləyicilər, bütün o viruslardan, zatdan onları qoruyur. Həm də qızışma verir də, elə bir həm yumurtamağına zada yaxşıdır. İçinə təbii ki, siz istəsəz, misal üçün o 1 kilo bibarın içində bir baş sarımsaq, bir 10 dənə zat tiş, belə sarımsaq da əlavə edə bilərsiniz, o da xeyirdir. Həm qurdunu töyməyə, həm də ki, vitamindir. Yəni qatıb beləcə blenderdən keçirirsiniz, ya xırda-xırda doğrayırsınız, yeminə qatıb verirsiniz. Xüsusən bu payız aylarında. Qış aylarına da keçəndə bibar deyirsiniz ki, tapmaq elə hasad deyil, nətər hasad deyil, yəni belə tapa bilərsiniz, baha başa gəlir də, yəni mağazinlərdə zat da olur, təbii ki, o parnikdə zat da eləmək. Ancaq onun yerinə acı bibarın turşusu olur da, çox adam qoyur. Bax, onu da vermək olar, acıdır. Bir də pul bibarlar olur, yəni qırmızı da, o qurudulmuşunu. Bax, onu da 1 kilo yemə, 1 xörək qaşığı tökərək verirsiniz. Misal üçün 3 kilo yem hazırlayırsınızsa, 3 xörək qaşığı belə acısını töksüz, qatıb, içinə də bir baş sarımsaq əzib, xırda-xırda doğrayıb ya sürkəşdən keçirib töksüz və qarışıq eləyib verirsiniz toyuqların. Sizin toyuğunuzun sayından asılıdır da, misal üçün 100 dənədirsə, 50 dənədirsə, 20 dənədirsə, indi ona uyğun eləyirsiniz də, yem hazırlayanda elə verirsiniz. Və bunu da deməli, əziz izləyicilər, gündə vermişsiniz. Məsəl üçün, həftədə 1 dəfə, 2 dəfə soyuq aylarda verirsiniz. Bu, həm onun, belə deyərdim, yumurtamağına kömək olur, qızışmadır. Həm bütün qurdlarını zadı tökür, içində sarımsaq, acı bibar olduğundan. Həm də ki, əziz izləyicilər, eləyir, onları bütün viruslardan qoruyur. Yəni, bax, bu çox gözəl, belə deyərdim, vasitədir. Bunu eləyim, mən hər dəfə eləyirəm, düzdür, bunu hələ bu haqda elə 1-2 dənə videom var idi, o da çoxdan çəkmişdim, 4 il bundan əvvəl. İndi isə istədim daha ətraflı danışıb çəkmək. Yəni, bax, belə, bibarı tapanda, sentyabr, oktyabr aylarında özünü, onun, məsəl üçün, 1 kilo bibarı blenderdə keçirirsiniz, içinə də bir baş sarımsağı eləyib, yemlərinə qatıb verirsiniz. Həftədə 1 dəfə, 2 dəfə belə verirsiniz.
Qış aylarına keçəndə də bibar tapmayanda turşu bibarı acı olsun amma. O zəqutun bibarlar olur. Bax onu elə eləyirsiniz, elə verirsiniz. Pilusdakı içinə bəxt dediyim kimi sarımsaq. Həmçinin də şey də verə bilərsiniz. Onun adı nə idi? Pul bibarı. Bir xörək qaşığını 1 kilo yemə qatsız və sarımsağı da sürkəşdən keçirdiniz ya blenderdə belə əzib içinə qatıb verirsiniz. İndi sarımsağın ziyanı yoxdur. Çox da edə bilərsiniz, 2 başda edə bilərsiniz. Məsələn, 3 kilo yemək 2 başda sarımsaq tökə bilərsiniz. Sarımsağın heç bir ziyanı yoxdur. Adam əksinə toyuğa, cücüyə xeyirdir, beçiyə zada. Beləcə qatıb verirsiniz. Bu inandırım sizi həm toyuqları qızışdırmaya gətirəcəkdir. Bu soyuq aylarda yaxşı yumurtayacaqdır. Həm qurdlarınız adı bütün bağırsaqlarından tökəcəkdir. Həm də ki bir çox o xırıltı xəstəliklərinə qarşı, virus xəstəliklərinə qarşı belə deyək də mübarizə aparacaqsınız sanki. Belə edin və verin. İnandırım sizi çox faydasını da görəcəksiniz. Özünüz də görəcəksiniz ki, toyuqlar yaxşı yumurtlamağa başladılar, qurdları töküldü. Əgər hasındasa xırıltı varsa, onlar belə deyim, şey olar, gedəcəkdir də, yəni sağalacaqdır. Yəni bax bunu edin. İndi payız aylarında sentyabrın 15-dən 20-sindən sonra bibar tapmaq olur daha doğrusu da, yəni payızlıq bibarlar, amma tamına baxında acıdırmı? Acı eləyin. Məsələn 3 kilo yemə 1 kilo bibar, bir baş 2 baş da sarımsağı blenderdə keçirdiniz. Buğda yarması, qarğada yarması və qatıb verirsiniz. Həftədə bir dəfə, 2 dəfə. Qış aylarına da keçəndə turşu bibar da edə bilərsiniz sarımsaqla və pul bibar da. Turşu bibar da yenə 1 kilo acısını qatsız, yeminə qatsız, 2 baş sarımsaqla, 1 baş sarımsaqla. Pul bibarı isə o qurudulmuşunu, qırmızını 1 xörək qaşığını deməli 1 kilo yemə qatıb beləcə verirsiniz. Bu həm virusdan qoruyacaqdır, həm qıxdan, həm yaxşı yumurtadacaqdır, həm də qurdlarınız adı tökəcəkdir, toyuqların, cücələrin zadını. Yəni xəstəliyə qarşı olacaqdır. Yəni bax beləcə hazırlayın, verin. İnandırım siz nəticəsini özünüz gözünüzlə görəcəksiniz. Toyuqların pipi zadı qəşəng qızaracaq, eləyəcək, sağlamlaşacaqdır. Hətta xəstələr belə düzələcəkdir. Yəni bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl faydalı videolar gəlir. Sizdən də xahişim odur ki, baxısınız, faydalansınız, like qoyun. Qoy videolar inkişaf eləsin, mən də həvəslə videolar paylaşım. Və kim də abunə deyilsə, kanalımıza artıq dərəcədə xahiş edərdim ki, abunə olsun. Bu qədər. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram.